Mərhum Behçət deyirdi ki, axı dindarlığın nəyə çətindir? Ən çətini gecə namazı sayılır. Biraz tez yatsan, biraz az yesən, çox rahat durub onu yerinə yetirə bilirsən. Çox rahat ibadət edə bilirsən. Amma oyan gecəni bir dəfə təcrübə eləyin. Gecə oyanın, ibadət eləyin və sonra görün günü necə şad yaşayırsınız. Və yaxud da yatın, gün çıxsın, gün ortayacan, yatın, sonra görün gününüz necə keçir. Görəcəksiniz ki, yatıb qalanın həyatı daha çətindir, tez oyananın daha rahatdır. Bu belədir, fakt belədir. Səhərin su ilə dəstəmaz alırsan hər gün. Deyirlər ki, şadlıq verir. Elmi baxımdan da sübut olunub ki, dəstəmaz alanda üzü, əlləri yuyursan səhərin su ilə ovqatıva təsir edir. Bir qıraqdan baxır, o qışın günündə. Qışın günündə Həzrəti Məryəmi Həzrəti İsa yuxuda görür. Deyir, dünyaya dönmək istəyirsən, deyir, dönmək istəyirəm. Deyir, niyə görə? Deyir ki, anasından soruşur Həzrəti İsa. Həzrəti Məryəm deyir ki, uzun qış günlərində oruç tutub, uzun yay günlərində oruç tutub, uzun qış gecələrində soyuq su ilə dəstəmaz alıb ibadət eləmək üçün. Qıraqdan baxanda çətin görünür. Müstəhəbdir deyir, dəstəmaz suyu sərin su olsun, isti su olmasın. Hamısının insanın əhval-ruhiyyəsinə müsbət təsiri var. Bir müddət eləyin, sonra görəcəksiniz ki, dəstəmazsız yatmaq çətindir. Adam yerinə girir, deyir ki, nəsə çatışmır, belə yatmaq olar. Adam dəstəmazsız yerinə girər, yatmağa. Xoş olmur adam üçün. Çətin olur, sözün əsl mənasında. Dəstəmazsız yaşamaq çətin olur. Adam daim dəstəmazda olun, bir müddət sonra görəcəksiniz ki, dəstəmazsız elə bil ki, nəsə ləzzət eləmir yaşamaq, nəfəs almaq. Çünki sən ki, müqəddəs yerlərə gedəndə dəstəmaz almırsan, Allah deyir, həyatı o qədər sev ki, həyatın hər dəqiqəsi müqəddəs say ki, onu dəstəmazda yaşayasan. Xoş yaşayasan. Və zinətən limən təcəllələ buyurur ki, din zinətdir, özünü oyla bəzəyənlər üçün. Baxışımızı gələk düzəldək.